Tahir Gözəl deyir ki, Qarabağa ən böyük büdcəni ayırmışıq oyuncu almağa. Bəs nə oldu 5 milyon? İlham Əliyev, İlham 23 milyon Avropa vermişdi. 23 milyon dollardı hər halda Avropa vermişdi, qazanmışdı da. 5 milyon İlham ayırmışdı. Bir oyuncu da almadınız. 28 milyona, bilməm bu manatdan göstərilib, yoxsa dollardan, hər halda manatdan belə hesab eləsək, 28 milyona neredeyse 15 milyon dollar eləyir. Bir dənə oyuncu almadınız. Necə ola bilər? Danlama. Bəlkə hansısa futbolçu zədələnəcək, oynaya bilməyəcək. Onun yerinə kim oynayacaq? Böyük bir yarışa girir Qarabağ. Onun yerinə kim oynayacaq? Bu məsələ Azərbaycanda səs-küyə səbəb olubdur. Qarabağ Avropada oynamağa bir oyuncu da ala bilmədi deyə ölkə bir-birinə dəyibdir. İlham Əliyev Qarabağın pulunu yedi deyə ölkə bir-birinə dəyibdir. Və millət haqlıdır. O qədər Qarabağ üzərindən hakimiyyətdə qaldılar, o Qarabağ üzərindən. O qədər Qarabağ torpaqları üzərindən o qədər İlham Əliyev sərvət qazandı ki, indi Qarabağ adı gələndə İlham Əliyev pul düşürür, pul. Biz nə düşünürük? Xalq nə düşünür? Bəla, ölüm, yenə müharibə, yenə qırğın, yenə qazi, yenə şəhid. Amma İlham nə düşünür? O, pul. Virus adı gələndə İlham nə düşünür? O, pul. Şeyi uzatmaq, karantini uzatmaq, pul qazanmaq, maska satmaq. Zəlzələ olanda nə düşünür? O, pul, İlham Əliyev. Heç nə, cəmaatı